Möhtərəm müsəlmanlar, ilk öncə öz nəfsimi və sonra da sizləri Allah Azza və Cəlləyə qarşı haqq təqvası ilə təqvalı olmağa çağırıram. Və bugün danışacağımız mövzu dində ifrata varmağın, dində quluv etməyin acı nəticələri və fəsadları barədə olacaq. Ümumiyyətlə, ilk öncə bilmək lazımdır ki, bu məsələ Allah və Rasulunun qadağan etdiyi məsələlərdəndir. Uca Allah öz kərim kitabında buyurur ki, kitab əhlinə xitabən lə təğlu fi dinikum, öz dininizdə həddə aşmayın. Baxma ki, bu kitab əhlinə olsa da, bu hökm ümumidir və bizə də aiddir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İyyəkum vəl-ğuluvə fid-din fə innəmə əhləkə mən kənə qabləkum əl-ğuluvu fid-din. Dində həddi aşmaqdan həzər edin. Çünki sizdən əvvəlki qövmləri də həlak edən şey elə öz dinlərində hədlərini aşmaları olmuşdur. Və bu ayəyə, bu hədisə fikir verdikdə burada bir ibarə insanın fikrini cəlb edir. O da nədir? Dində həddi aşmağın qadağan edilməsi. Yəni dünyəvi məsələlərdə yox, yəni dində. İnsan bu ayəni oxuyanda və bu hədisi oxuyanda ki, dininizdə həddi aşmayın, bir anlıq sanki yatdığı yuxudan ayılır ki, deməli, dində də həddi aşmaq var. Bu nə deməkdir? Bu o deməkdir ki, deməli, dində də bir hədd var. İbadətlərdə, əməllərdə də bir hədd var ki, o həddi aşmaq olmaz. Yəni, məsələn, bir var Allah Azza və Cəllə dünyəvi məsələlərdə, yeməkdə, içməkdə, geyim keçimdə həddi aşmağı qadağan etsin. Məsələn, Uca Allah buyurur ki, Kulu vəşrabu və la tusrifu. İnna Allah la yuhibbul musrifin. Yeyin, için, lakin israf etməyin. Deməli, Allah Azza və Cəllə nə etdi? Yeməkdə, içməkdə həddi aşmağı qadağan etdi. Çünki Allah Azza və Cəllə israf edənləri sevməz. Bunu başa düşmək olar. Dünyəvi bir məsələdə həddi aşmağı. Amma insan biləndən sonra ki, deməli, dində də bir hədd var. İbadətlərdə, əməllərdə də bir hədd var. İman məsələlərində, etiqadda da bir hədd var. Və Allah Azza və Cəllə o həddi aşmağı qadağan edir. Bu, doğrudan da dəhşətdir. Və bunun səbəbi nədir? Çünki dində həddi aşmağın səbəb olduğu acı nəticələr var, fəsadlar var. Və bu, tarix boyunca belə oldu. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bayaq zikr elədiyim hədisdə buyurur ki, sizdən əvvəlkiləri də həlak edən səbəb öz dinlərində həddi aşmaları oldu. Və dində ifrata varmağın fəsadlarından birisi şirk bəlasıdır. Yəni, insanlar barədə, salih insanlar barədə həddi aşmaq. Necə ki, bizdən əvvəlki qövmləri də bu fəsada, bu uçuruma aparan səbəblərdən birisi bu idi. Ona görə Yahudilər Üzeyr barədə dedilər ki, Üzeyr Allahın oğludur. Nəsranilər İsa əleyhissalam barədə dedilər ki, İsa Allahın oğludur. Peyğəmbərlər barədə o qövmlərin ifrata varmaları onları şirk bəlasına mübtala elədi. Uca Allah buyurur ki, وَقَالَتِ الْيَهُودُ عُزَيْرٌ ibn Allah وَقَالَتِ النَّصَارَ الْمَسِيحُ ibn Allah. Yahudilər dedilər ki, Üzeyr Allahın oğludur. Nəsranilər dedilər ki, Məsih, İsa İbn Məryəm Allahın oğludur. Fikir verin, Peyğəmbərlər barədə bu qövmlərin ifrata varmaları onları şirkə mübtala etdi. Nəinki Peyğəmbərlər? Uca Allah buyurur ki, وَاتَّخَذُوا أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِنْ دُونِ اللّٰهِ. Hətta onlar Allahı qoyub öz rahiblərini, öz keşişlərini özlərinə Rəbb seçdilər. Yəni, din xadimləri, rahiblər, keşişlər barədə ifrata varmaları onları şirkə aparan səbəblərdən birisi oldu. Ona görə İslam şəriəti salih insanlar barədə həddi aşmağı, Peyğəmbərlər barədə, alimlər barədə həddi aşmağı qadağan edir. Hətta bilmək lazımdır ki, yer üzündə şirkin ilk dəfə ortaya çıxmağının səbəblərindən birisi budur. Dində həddi aşmaq.
O da Nuh əleyhissalamın qövmündə olur. Nuh əleyhissalamdan qabaq yer üzündə hər bir günah var idi. Asiliklər var idi. Şirkdən başqa. İlk dəfə şirk Nuh əleyhissalamın qövmündə çıxır. Və Allah azza və cəllə də Rasul olaraq ilk dəfə Nuhu göndərir. Əlfəsənətin illə 50 amə. 1000 ildən 50 il az. 950 il müddətdə öz qövmü içərisində olur. Necə ki ayədə gəlir. Allah azza və cəllə buyurur ki, gecə, gündüz, aşkarda, gizlində Nuh öz qövmünü dəvət edir Allahın birliyinə. Lakin ona icabət edənlər çox az olur. Və sonda gəmiyə bir ovuc adam yığır. Hətta öz oğlu belə, öz yoldaşı belə onun dəvətinə icabət etmir. Səbəb nə idi? Şirk bəlası. Nuh əleyhissalamın dəvətinin müqabilində onlar nə dedilər? Dedilər ki, Lə təzərunnə əlihətəkum. Öz ilahlarınızı tərkləməyin. Və lə təzərunnə vəddən və lə suva'a və lə yəğuthə və yəuqa və nəsra. Və nəbadə, vədi, suvanı, yəğuthu, yəuqu və nəsri tərk edəsiniz. Bilirsiniz bunlar kim idi? Hansı ki Allah azza və cəllə adlarını Quranda zikr edir. İbn Abbas radiyallahu anhuma deyir ki, bu kəslər öz sağlıqlarında Allaha ibadət edən əməli salih insanlar olurlar. Onlar öləndən sonra Nuhun qövmü o salih insanlar barədə ifrata varırlar və nəticədə Allahdan qeyri özlərinə ibadət olması büt halına gətirirlər. Və Allah azza və cəllə də ilk dəfə Rasul olaraq Nuhu göndərir. Yəni xülasə budur ki, yer üzündə hətta şirkin çıxmağının səbəbi bu olur. Dində həddə aşmaq. Salih insanlar barədə, peyğəmbərlər barədə ifrata varmaq. Həmçinin dində ifrata varmağın fəsadlarından birisi də insanın sünnədən uzaqlaşmasına və müxtəlif bidətlərin ortaya çıxmağına səbəb olur. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında bir hadisə olur. 3 kişi, 3 sahabə Allah Resulü aleyhissalatü və sələmin evinə gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmin ibadəti, namazı, orucu, yoldaşları ilə olan münasibəti barədə soruşmaq istəyirlər və Allah Resulü'nün evdə tapmırlar. Və istədikləri, soruşmaq istədikləri şeyləri Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcəsindən soruşurlar və möminlərin anası Peyğəmbərin namazı, orucu, ailə həyatı barədə onlara cavab verəndən sonra bu 3 nəfər özlərindən ictihad edirlər. Deyirlər ki, əgər Allah Rasulunun namazı bu idisə, əgər Allah Rasulunun orucu bu idisə, gör biz necə Allaha ibadət etməliyik. Və onlardan biri belə qərara gəlir ki, mən gecələri yatmayacam, bütün gecəni ibadət edəcəm. O birisi belə qərara gəlir ki, mən daima oruç tutacam və biri də belə qərara gəlir ki, mən yoldaşıma heç vaxt yaxınlıq etməyəcəm. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bunu biləndən sonra o 3 nəfəri çağırır. Fikir verin bu 3 nəfərin gəldiyi nəticəyə. Onların etdikləri danışdığımız mövzudur. Yəni nə? Dində, ibadətdə, əməldə həddi aşmaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onları çağırır və onlara başa salır və onlara bu əməli qadağan edir. Dində, ibadətdə bu cür həddi aşmaq qadağan edir. Ki, belə olmaz. İnsan daima oruç tutsun. Belə olmaz. İnsan yoldaşından uzaq yaşasın. Belə olmaz. İnsan yatmasın, bütün gecəni ibadətləsin, hər gecə belə. Bu dində həddi aşmaqdır. Və Allah Resulü aleyhissalatu vesselam bunu onlara izah edəndən sonra deyir ki, mən rəqibə an sünnəti fəleysə minni. Bilin ki, kim mənim sünnətimdən üst çevirsə, o məndən deyil. Yəni, dində həddi aşmaq insanı Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətindən uzaqlaşdıran səbəblərdəndir. Müxtəlif bidətlərin, batil fikirlərin, xurafatların ortaya çıxmağına səbəblərdəndir. Elə bir dənə kifayətdir ki, öz cəmiyyətimizdə yas mərasimlərinə baxaq. Görün, insanlar sünnədən uzaq düşdüklərinə görə necə ifrata varırlar. Özlərindən dində necə şeylər ortaya çıxarıblar. Və bu dində ifrata varmağın fəsadlarındandır. Həmçinin fəsadlarından birisi də
müxtəlif batil fikirlərin, əqidələrin və məzhəblərin ortaya çıxmağına səbəb olur. Məsələn, bu ümmətdən elə bir qövm gəldi ki, onlar qədər məsələsində ifrata vardılar və yeni bir məzhəb ortaya çıxdı. Halbuki biz sual versək ki, qədərə iman, qədəri isbat eləmək dindən deyə yox. Cavab budur ki, dinləndir. Və onlar qədəri inkarda yox, qədəri isbatda ifrata vardılar. Necə? Dedilər ki, insanın heç bir iradəsi yoxdur. Və insan qədərin önündə necədir? Ağacdan düşən və küləyə tabi olan yarpaq necədir? Bax o cür. Külək onu hara aparırsa, o da ora gedir. Yəni, yarpağın öz ixtiyarı yoxdur. Və qədərin önündə insan da belədir. Bunlar kim idi? Cəbirlər. Neynədilər? Qədəri isbatda ifrata vardılar. Baxmayaraq ki, qədərə iman, qədəri isbat eləmək dindəndir. Və fikir verin, onlar dində mövcud olan bir şeydə ifrata vardılar. Və yeni bir məzhəb ortaya çıxdı, cəbirlər. Başqa bir qövm gəldi, onlar neynədilər? Onlar Allah Azza və Cəllənin ad və sifətlərində ifrata vardılar. Yəni, Allahın ad və sifətlərini isbatda. Dedilər ki, bəli, Allah eşidir, Allah görəndir, Allah Musa ilə danışıb, Allah ərşinin fövqündədir, lakin necə? İnsan kimi. Allahın ad və sifətlərini isbatda ifrata vardılar və yeni bir məzhəb ortaya çıxdı. Haşaviyyə, mücəssimələr, müşəbbihələr, yəni Allahı xaliqi məxluqa və məxluqu xaliqə bənzədənlər. Başqa bir firqə gəldi, onlar əhl-i beyti sevmədə ifrata vardılar və yeni bir məzhəb ortaya gəldi. Başqa bir firqə gəldi, onlar iman və küfür məsələlərində həddi aşdılar və xavariclik ortaya çıxdı. Onlar dedilər ki, insan asilik edirsə, böyük günah edirsə, işlədiyi böyük günah onu dindən çıxarır. Halbuki biz bilirik ki, asiliklərdən, böyük günahlardan, kiçik günahlardan uzaq durmaq nədir? Dinin tələblərindəndir. Sələflərdən birisi deyir ki, sən baxma, o günah böyükdür, ya kiçikdir, sən bax, gör, o asiliyi kimə qarşı edirsən. Əsas məsələ budur. Və onlar bu məsələdə ifrata vardılar. Dindən olmayan bir məsələdə yox, dində olan bir məsələdə ifrata vardılar. Və nəticədə yeni bir firqə ortaya çıxdı, xavariclər. Və bunlar sahabələrin zamanında ortaya çıxırlar. Və nəticə nə oldu? Bu ümmətin ən xeyirli fərdlərini, ən xeyirli nəslini Osman kimi, Əli kimi, Talha, Zübeyir kimi sahabələri təkfirlədilər və müsəlmanların qanlarının tökülməsinə səbəb oldular. Bax, bu bəzi dində ifrata varmağın səbəb olduğu fəsadlar idi. Və aqulu hada qawlu və estəğfirullaha li və lakum fəstəğfiru innehu huvəl ğafurur rahim. Elhamdülillah və salatu və selamu alə Rasulillahi əmmə ba'd. Əziz müsəlmanlar, dində həddi aşmağın fəsadlarından birisi də insanı cürbəcür əcaib vəsvəsələrə və dində xırdaçılıq etməyə və insanın iradəsinin zəifliyinə və sonda da məhrumiyyətə yol açmasıdır. Yəni, insan əməllərdə, ibadətlərdə ifrata varanda bu səbəb olur ki, müəyyən bir vaxt keçəndən sonra insanda əcaib fikirlər, əcaib hallar, vəsvəsələrin yaranmağına səbəb olur. Və insan başlayır ibadətlərdə, əməllərdə xırdaçılıq etməyə. Və bunun nəticəsində də elə bir vaxt gəlir ki, çünki insan bu vəsvəsələrin qabağında dözə bilmir. Allah Azza və Cəllə insan barədə buyurur ki, وَخُلُقَ الْاِنْسَانُ ضَعِيفًا. Həqiqətən də insan zəif yaradılır. Yəni, sanki insan mükəlləf olmadığı, görevli olmadığı
məsul olmadığı şeylərlə özün nə edir? Özün yüklüyür. Və bir müddət keçir, bunun qabağında tab gətirə bilmir, iradəsi də sınır və nəticədə o əməldən, o ibadətdən də məhrum olur. Və bütün bunların səbəbi nə idi? Dində ifrata varmaq. Ona görə Allah Azza və Cəllə buyurur ki, yuridullahu bikumul yusr və la yuridu bikumul usr. Allah sizin üçün asanlıq istəyir. Sizin üçün çətinlik istəmir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, innə dinə yusr. Həqiqətən din asandır. Kim din ilə savaşsa, kim dini çətinləşdirsə, bilsin ki, din ona qalib gələcək. O dinə qalib gələ bilməyəcək. Yəni, o davam edə bilməyəcək. Bu yolda irəliləyə bilməyəcək. O vəsvəsələr, o xırdaçlıq ona imkan verməyəcək. Və bizdən əvvəlki qövmləri həlak edən səbəblərdən də birisi bu idi. Bəqərə qissəsini xatırlayın, inək qissəsini, Bəqərə surəsində. Allah Azza və Cəllə Musa Aleyhisselamın qövmünə əmr etmişdi ki, bir inək kəsin. Və onlar nə etdilər? Əgər onlar işin əvvəlində inəyi kəssəydilər, məsələ bitmişdi. Çünki Allah Azza və Cəllənin onlardan istədiyi yalnız bu idi. Lakin onlar bunu etmədilər. Nə etdilər? Başladılar özlərinə aid olmayan şeylərlə maraqlanmağa. Başladılar özlərini Allah Azza və Cəllənin onları yükləmədiyi şeylərlə yükləməyə. Başladılar xırdaçılıq etməyə. Dedilər ki, ey Musa, Rəbbindən soruş ki, o inəyin vəsfi necədir? Allah Azza və Cəllə də elə bir vəsf dedi ki, belə bir inək tapa bilmirdilər. Sonra dedilər ki, ey Musa, Rəbbindən soruş ki, o inəyin rəngi, sonra o inəyin yaşı. Allah Azza və Cəllə elə yaş dedi. Allah Azza və Cəllə elə rəng dedi, elə vəsf dedi ki, axırda belə bir inək tapa bilməyəcək hala gəlmişdilər. Və bu əməlin, bu ibadətin çətinləşməyinə səbəb nə oldu? Onların özləri, dində xırdaçılıq etmələri və bu da dində ifrata varmağın misallarından birisidir, fəsadlarından birisidir. Lakin onlar işin əvvəlində Allah Azza və Cəllə bunu onlara əmr etdikdə yerinə yetirsəydilər, bu çətinliyə düşməyəcəkdilər. Ona görə Allah Azza və Cəllə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, lə təsəlu an əşyəə, in tubdə ləkum təsukkum. Ey iman edənlər, nəticəsi sizə xoş olmayan şeylər barədə sual verməyin. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm qadağan edirdi öz əshabına, onlara lazım olmayan şeylər barədə sual verməyin. Və bir hədisdə buyurur ki, Allah Azza və Cəllənin xoşuna gəlməyən 3 şey var. O 3 şeydən birisi də nədir? Kəthratus sual. Yəni, çox sual vermək. Və başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah qatında ən şərli məxluqlardan birisi odur ki, onun verdiyi suala görə, dində halal olan bir şey haramlaşır. Dində halal olan bir şey haramlaşır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm o qədər sahabələri bundan təhsir edirdi ki, hətta sahabələr elə bir məqama gəlmişdilər ki, artıq Allah Rasuluna sual verməkdən çəkinirdilər və bədəvi bir çöl ərəbi Mədinəyə gəlib, Peyğəmbər məscidinə girib, Allah Rasuluna sual verəndə sevinirdilər. Hətta istəyirdilər ki, qoy o bədəvi ərəb mənim ürəyimdə olan sualı versin. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah Azza və Cəllə fərzləri təyin edin. Onları yerinə yetirin. Və bəzi şeyləri sizə qadağan edib, onlardan çəkinin. Və Allah Azza və Cəllə bəzi hədlər təyin edib, o hədləri aşmır. Allah Azza və Cəllə bəzi şeylər barədə susub, heç bir hökm bəyan etməyib, min qeyri nisyan. Unutqanlığından dolayı yox, sizə olan rəhmətindən ötürü. Və o məsələlər barədə heç də soruşmuyor. O məsələləri araşdırmıyor. Nədir, necədir zahirən götürün, o cür də əməl edin. Və bu Allah Azza və Cəllənin bu ümmətə olan rəhmətidir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hələkəl mutanətti'unə, hələkəl mutanətti'unə, hələkəl mutanətti'un. Həlak oldu dində xırdaçılıq edən, həlak oldu dində xırdaçılıq edən, həlak oldu dində xırdaçılıq edən. Doğrudan da dində xırdaçılıq etmək, dində ifrata varmaq, insanı həlak edən səbəblərdən birisidir. Və doğrusunu Allah bilir. Dua edirəm ki, Allah Azza və Cəllə
bizi eşitli fayda götürən qullarından etsin. Allah Azze ve Celle bizi rəhmətindən ayırmasın. Allahümme salli ala Muhammedin ve ala ali Muhammed kema salleyte ala ali İbrahim ve barik ala Muhammedin ve ala ali Muhammed kema barakte ala ali İbrahim fil alemin inneke hamidun mecid ve aqimus salah.